Həzrət Peyğəmbər salavatullah belə buyurmuşdur. Hüseyn məndən, mən də Hüseynlənəm. Hər kim Hüseyni sevərsə, Allah da onu sevər. Allah Rəsulu buyurur ki, Hüseyn və mən eyni nurdanıq. Hər kim Hüseyni sevərsə, məni sevmişdir. Hər kim ona itaət edərsə, mənə itaət etmişdir və hər kim ona qarşı çıxarsa, mənə qarşı çıxmışdır. Peyğəmbər salavatullah ona qarşı edilən hörmətsizliyə, yəni İmam Hüseyn əleyhissalama qarşı edilən hər bir hörmətsizliyi ona qarşı edilmiş sayır. Və hədisin ardında Peyğəmbər buyurur ki, İmam Hüseyn əleyhissalamı sevmək Allahın sevgisini insanın öz üzərinə cəlb etməsinə səbəb olur. İnsan hər nə qədər İmam Hüseyn əleyhissalamı çox sevərsə, bir o qədər Allahın lütfü və rəhməti ona şamil olmuşdur. İnsan İmam Hüseyn əleyhissalamı sevməklə bir gündə adi bir insandan Allahın ən sevdiyi bəndəsinə çevrilə bilər.